Salam əziz müdavimlər və müəllimlər. İlk dərsimiz 9-cu sinifin Paul Cézanne ilk mövzularından olan Paul Cézanne kompozisiya, forma və rəng. Bu mövzunu asan və yadda qalan üsulla sizə izah eləmək istəyirəm. İnşallah ki, bu video sizə uğurlu, düşərli olar, bir işinizə yarayar. Mən özüm necə hazırlaşmışam, yəni hansı üsul və metodla hazırlaşıb yadda saxlamışam, həmin metodla da loru dildə sizə izah edəcəm. Başlayırıq. Təbii ki də öncədən siz bu mövzuları cümlə və cümlə dəfələrlə oxuyacaqsınız. Amma ən əsas nöqtələri bu mövzuda nələri yadda saxlamaq lazımdır, onları deyəcəm. Təbii ki də Paul Cézanne postimpressionizmin görkəmli nümayəndələrindən biridir. O, impressionistlərin sərgisində iştirak etmişdi və onların təsvir üslublarından çox şey öyrənmişdi. Amma impressionistlərdən fərqli olaraq Cézanne təsvirlərə ümumləşdirici xarakter verməyə səy göstərirdi. Deməli, Cézanne mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi. Lakin onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olunmuşdu. Belə ümumləşdirilmiş qaydada desək, Paul Cézanne daha çox natürmortlar çəkirdi. Təbii ki də onun mənzərələri də var idi, portretləri də var idi. Yaradıcılığı onun bir neçə dövrə bölünür. İndi onları da qeyd edəcəm. Ən əsas nüans nədir? Paul Cézanne'da yəni sabit kompozisiyadakı təmiz rəng ardıcıllığının köməyi ilə təbiətin əzəmətini, onun formalarının üzvü bütövlüyünü aydınlaşdırmağa çalışırdı. Təmiz rəng kəlməsi Paul Cézanne'a aiddir. Təmiz rəng təbii ki də nədir? Rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları. Əsas rənglərdəki sarı, qırmızı və göy rəngdən təşkil olunur. Paul Cézanne'ın yaradıcılığını bir neçə mərhələyə bölmək olar. Romantik dövr deyən kimi ağlınıza bu rəsmi gətirin. Yəni bu rəsm necə deyim? Romantik dövr deyən kimi piyano çalan qız, impressionist dövr deyən kimi vazada gül dəstəsi. Bu formada bunları əzbərləməyə çalışın. Piyano çalan qız rəssamın təbii ki də bacısı Maridir və anasının portretidir. Öz ailəsini əks etdirib. Cézanne erkən yaradıcılığının tünd, dolğun qara rənglər üstünlüyü təşkil edirdi. Erkən yaradıcılıqda romantik dövrlə başlayıb. Baxın, piyano çalan qızda da tünd rənglərdən istifadə olunub. Və rəssam öz duyğu, hiss və bədbin fikirlərini ifadə etməyə cəhd göstərmişdi. Tünd rəngləri də məsələn qara, tünd bardovu, qəhvəyi tonları bədbin rəng kimi belə yadınızda saxlasanız daha sizə kömək olacaq. Demək, ilk zamanlarda Cézanne rəng, işıq, forma və yaxmalarla mükəmməl işləyə bilmədiyi üçün fikirlərini sona qədər ifadə etməkdə təbii ki də çətinlik çəkirdi. Və həmin vaxtlarda yaratdığı əsərlərdə deformasiyaya uğramış fiqurlar qeyri-sabit tarazlığı ilə fərqlənirdi. Sanki yarımçıq çəkirmiş kimi tam profesional formada rəsmlərini, portretləri çəkmirdi. Keçirik impressionist dövr. Impressionist dövr nə idi? Açıq havada çəkilən rəsmlərə aiddir bu. Təbii işıqla. Bura vazada gül dəstəsi əsərə aiddir. Diqqətlə baxın əsərə. Bu dövrdə Cézanne impressionistlərin yaradıcılığı ilə tanış olur. Onun əsərlərində rəngin təravəti, keçidləri, yumşalığı hiss olunur. Artıq yavaş-yavaş dövr dəyişdikcə professionallaşmağa doğru gedir.
Bu dövr üçün işıq, hava mühitinin zərif keçidi və daha işıqlı rəng qamması xarakterik idi. Bu dövrdə ən çox mənzərə və çiçəklər, natürmortlar çəkirdi və əşyaların yerləşməsi baxımından əsərlər hələ qəliz deyildi. Yəni sadə natürmortlar çəkirdi. Və onu da qeyd eləyək ki, tünd göyümtül, mavi və sarımtıl narıncının uyğunluğunu görmək mümkündür. Səhv eləmirəmsə, belə bir sual qəbula düşmüşdü rənglər haqqında. Tünd göy, göyümtül mavi və sarı narıncı uyğunluğunu görmək olardı bu əsərdə. Keçirik konstruktivizm, konstruktiv dövr. Burada alma, şaftalı, armud və üzüm. Sezan yaradıcılığının kamilliyi ilə seçilən bu dövr sənətkarlıq zirvəsi olub, yəni iri formaların və ciddi kompozisiyaların harmonik uyğunluğu ilə fərqlənirdi. Belə desək, bu onun rəngkarlığın dahi qurucularından biri olmasını şərtləndirmişdi. Daha da dövr keçdikcə daha da kamilləşir, daha da natürmortlarda profesional rəng ton keçidləri profesional qaydada işləməyə başlayır. Sezan öz əsərlərində həndəsi formalardan daha çox istifadə edirdi. Belə yadda saxlayaq, konstruktiv dövr, alma, şaftalı, armud və üzüm 4 meyvə təsvir olunub konstruktiv dövrdə. Sintetik dövrü isə, sintetik dövrü belə yadda saxlayın, çox müəllimlər qarışdırır. Sintetik dövr parçayla olan natürmortu belə yadda saxlayın ki, sanki həmin parça sintetik parçaymış kimi. Bir dənə natürmortlarında parça olan, daha çox parça əks olunan natürmortu budur. Natürmort əsəridir zaten əsərin adı natürmortdur. Sintetik parça kimi götürün, yadda saxlayın. Belə olan halda sizin yaddaşınıza daha çox həkk olunacaq. Bu dövrdə mənzərə və natürmort onu uydurma sujetlərdən daha çox cəlb edir. Artıq görsək, burada əlavə qab çəkib, qab əlavə olunub, parça əlavə olunub. Yəni bu nə deməkdir? Sezan artıq natürmortları qəlizləşdirir, müxtəlif ölçülü ləvazimatlar və meyvələrlə yüklənməsi ilə diqqət çəkir. Bu onu qeyd eləmək istəyir. Keçirik spontan əsərə. Spontan nədir? Yəni o düşünmür ki, mən nə çəkməyə başlayıram. Yaxmalarla başlayır, özü özünə əmələ gəlir rəsm. Ya natürmort olsun, ya mənzərə olsun. Burada da mavi mənzərə. Baxın, mavi mənzərədə yaşıllıqlar daha çoxdur. Belə yadda saxlayın. Mavidə yaşıllıqlar çoxdur. Mavi mənzərə. Spontan dövr, yəni öz-özünə əmələ gələn rəngkarlıq dövrüdür. Bu dövrdə rəssamın əsərlərinin kompozisiyası əvvəlcədən düşünülmür, dediyim kimi. Bilavasitə iş prosesində öz-özünə peyda olur. Rəssamın cəsarətli, sərt palitrasında lirik çalarlar görünməyə başlayır. Daha sonra Sezan öz dünyasını yenidən qurmağa arzuluyurdu daim. Onu ətraf mühitin dinamikası, atmosferdə rəngin dəyişikliyi, məkan planları maraqlandırmırdı. Əsərlərində dəqiq düz xətlərə rast gəlinirdi. Sezan boyaları 3 rəngdən, bu hətta qəbula düşmüş suallardan biridir. 3 rəngi, Sezanın boyaları 3 rəng
əsas götürülürdü. Yaşıl, mavi, noxudu. Noxudu da yəni oxra rəngidir. Yaşıl, mavi, noxudu. Eləcə də beyaz rənglərin çalarları. Bu üç rəng və beyaz rəng. Belə yadda saxlayın. Yaşıl, mavi, noxudu və beyaz rənglər. Kitabı oxuyanda hər bir cümləsini əzbərləməyə çalışın, daha dərindən öyrənməyə çalışın. Burada bilirsinizmi qeydi var. Orada nələr təsvir olunub? Belə yadda saxlayın ki, Paul Cézanne'ın natürmortlarında təmtaraqlı, bahalı əşyalardan istifadə olunmamışdı. Baxın, sadə parçadır, ipək parça deyil, sadə zərif parçalardır, sadə qablardır. Sadəliyə daha çox üstünlük verirdi Paul Cézanne. Bunu daha dəqiq yadda saxlamaq lazımdır ki, Paul Cézanne naturmort janrında təxminən 200 əsər yaratmışdı. Qəbul sualına düşə bilən bir cümlədir. Paul Cézanne naturmort janrında təxminən 200 əsər yaratmışdı. Yalnız naturmort. Fransa təsviri sənətinin 19-cu əsr əsas janrı olan mənzərədən tədricən imtina edərək naturmorta keçməsində təbii ki də Cézanne'ın böyük rolu olmuşdur. Paul Cézanne'ın inanmıram ki qəbula illər düşə, sizi illər incitməyəcək, amma yenə də onları yadda saxlamağa çalışın. Paul Cézanne'ın əsərləri, bu əsərləri 3 dənə, 2 dənə əsərlər verə bilər. Soruşa bilər ki, hansı rəssamın əsərləridir? Mən belə yadda saxlamışam. Hər əsərlərdən özüm üçün beynimdə kompozisiya quraşdırmışam. Sanki bir nağıl, hekayə uydurmuşam. Yəni həmin hekayəni sizə də deyəcəm və daha yadda saxlamış olacaqsınız. Məşhur əsərlər Viktor Şokinin portreti, Küçə boyunca evlər, Estak körfəzi, Qırmızı jiletli oğlan, Kart oynayanlar, İri şam ağacı, Saint Victoire dağı. Belə başlayaq. Mənim beynimdə düşündüyüm həmin hekayəni sizə deyəcəm. Qırmızı jiletli oğlan küçə boyunca gedirdi. Küçə boyunca evlər var idi. Hətta bir evin divarında Viktor Şokinin portreti var idi. Həmin küçədə kart oynayan şəxslər var idi. Daha sonra küçə boyunca iri şam ağacları var idi. Qarşıda Estak körfəzindən keçib Saint Victoire dağına tərəf irəliləyirəm. Yəni bu formada qırmızı jiletli oğlan sanki həmin küçə ilə gedir, həmin körfəzdən keçir, Saint Victoire dağı ilə dağına tərəf hərəkət edir. Həmin bu yolda nələrə şahid olur? İri şam ağacları, Viktor Şokinin portreti, hər hansı bir binanın, məkanın divarında həmin portret təsviri olunub. Belə yadda saxlamışam və həqiqətən də işə yarayıb. Və müdrik ifadə var burada. Bu da 100% ki, qəbula düşən, imtahanda düşən bir sual olacaq. Nə xətlər, nə də formalar mövcuddur. Yalnız ziddiyyətlər vardır. Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ gəlir. Forma çalarların dəqiq nisbəti ilə yaranır. Çalarlar harmonik və ardıcıl düzüldükdə əsas öz-özünə yaranır. Əsər öz-özünə yaranır. Burada nəyi götürmüşəm? Əsas ziddiyyətlər kəlməsini açar söz kimi götürmüşəm. Ziddiyyətlər. Harda ziddiyyətlər gördüm? Həmin müdrik ifadə Paul Cézanne'a məxsusdur. Növbəti rəngkarlığa özünə məxsus baxış
Sezanın müəssirlərini fərqləndirirdi. Təbii ki, qəbula düşmüş suallardan biri. Deməli, 19-cu əsrin sonuna xas olan impressionizm üslubu ilə 20-ci əsrin əvvəllərinin yeni bədii istiqaməti, yəni nə kubizm arasında körpü saldı. Körpünü Paul Cézanne salır. Amma kubizmin əsasını Pablo Picasso qoyur. Bunları qətiyyən qarışdırmayın. Kubizm arasında körpü salır. Kubizmə körpü salır. Əsasını Pablo Picasso yaradır. Bir də deyirəm, Paul Cézanne kubizmə körpü salır. Belə yadda salın. Kubizm körpü. K. Kubizmə körpü. Təsviri sənətdə yeniliyin əsasını qoyan Cézanne'ın rolu gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirildi. Və beləcə Paul Cézanne təkcə dahi kompozisiya deyil, həm də böyük kolorit ustasıydı. Həqiqətən əsərlərinə baxsaq, kolorit, yəni rəngin dolğunluğu əsərlərində əks olunub. Klassizm və romantizm əsərlərini əsas götürən Cézanne onları tam qovuşturmaqla bütöv bir dövrü başa vurdu. Sonraki nəsillər bu həqiqəti etiraf etdilər ki, həqiqətən Cézanne sənət aləmində yeni yol açmışdı. Və kubizmi Paul Cézanne'a aid edirik. Kubizm nədir? Kubizm qəbula düşən təbii ki də suallarda bu üslublar. Kubizm 19-cu əsrin əvvəllərində ilk nəhəng formalist cərəyandır. İlk nəhəng formalist cərəyan kubizmdir. Bunu əzbərləyin. Yuxudan oyananda da ilk bu kəlmələri beyninizdə canlandırın. Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar naturanın əsasını sadə həndəsi formaların təşkil etdiyini əsas götürürdülər. Kubizm nə deməkdir? Yəni kublarla rəsm. Buna da Paul Cézanne keçid qoydu. Kublarla baxırıq ki, yalnız həndəsi fiqurlardan ibarət bir rəsm əsəridir. Paul Cézanne Pablo Picasso mövzusunu keçəndə onu daha aydın başa düşəcəksiniz. Hətta qəbula düşmüş əsərdir bu. Mərhələlərinə verilib, karandaşla əvvəlcə eskizi çəkilir, daha sonra stol, süfrə və qatlanmış parçaları rəng effektini verir. Meyvə və bardaqları başlayır rəngləməyə, sonda işıq, kölgə və son ştrixlər. Və Cézanne əsərlərini təkrarlayarkən əvvəlcə onun sadə karandaşla eskizini çəkir. Masa, stul və qatlanmış parçaların qeyd etdiyim kimi yerlərini müəyyən edir. Meyvə və bardağı rəngləyərkən təmiz rənglərdən istifadə edir. Və beləcə bizim Paul Cézanne haqqında mövzumuz bu qədər. Təşəkkür edirəm sona qədər dinlədiyiniz üçün. Əgər mənim dərslərimə qoşulmaq istəyirsinizsə, əlavə post paylaşmışam. Sizinlə şərhlər bölməsində fikirlərinizi qeyd etməyi unutmayın. Hələlik.